Salam dostlar, bugün bulka hazırlayırıq. 2 stəkan südün üzərinə 1 xörək qaşığı pisaq, 1 xörək qaşığı maya əlavə edib mayalanmağını gözləyirik. Başqa bir qaba 2 yumurta, 2 yumurtanın ağını, 1 paket vanil, 1 stəkan pisaq, 1 stəkan duru yağ, aktiv olan maya, 2 stəkan ılıq su, 12 stəkan un əlavə edib, qabartma tozu da əlavə edirik. Qarışdırıb, ələ yapışan xəmir yoğururuq. Xəmir gördüyünüz kimi əlimə yapışıb, əlimə biraz yağ vurub, xəmiri yoğururam. Xəmiri aparıb qoyuruq 1 saat acımağa. Xəmirimiz acıdı dostlar. İndi isə havasını alırıq. 4 yerə bölürük. Xəmirə uzunsa forma verib 9 yerə bölürük. Əlimizlə nazik yayırıq. Xəmirin bir ucuna qoz içliyi qoyuruq. Xəmirin qalan hissəsinə kəsiklər atırıq. Qoz içliyi olan hissəyə qatlayırıq. Qalan xəmiri də üzərində örtürük. Yumurta sarısının üzərinə 1 qaşıq süd əlavə edib, qarışdırıb, bulkaların üzərinə çəkirik. Əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada alt-üst rejimdə üzəri qızarana kimi bişiririk. Dadına baxdım dostlar. Çox gözəl olub. Özüm bişirmişəm deyə demirəm. Amma qəşəng olub. Əllərimə sağlıq, mən gedirəm, bay bay. Bişirənlərə də nuş olsun.